Mini vloga hoş geldiniz. Gel birlikte Formula 1'e gidelim. Buradan Bakıya indi çatdım gördüğünüz kimi. Gedirəm 28 Maya çünkü 3 saat vaxtım var idi. Biraz da magazinlərdə gəzdim. Podrugam sağ olsun tek koymadı mən. Bir adı görmürdük, gəzdim, biraz yemədiydik. 3 saatdan sonra podrugamla sağlaşıb getdim Formula 1'ə. Burada gördüğünüz kimi adam çox idi. Hamı öz qrupunda idi. Mən niyəsə Meksika qrupu seçdim, amma fərq eləmir. Burada kartışkamda adımı yazdım. Burada ümumi məlumatlar verilir. Bu təlimdə hansı komandalar güclü olur, pilotlar və s. uzun şəkildə bunlardan danışılır. 10 dəqiqəlik fasiləyə çıxdıq. Pulsuz çaylar, koflər var idi. Burada hamı fasiləyə çıxdım. Özümə yer tapdım, oturdum, kofe içirəm, güya kameranı görmürəm. Bundan sonra oyunlar oynadıq, sonra forma qaydaları təhlükəsizliyi məlumat verildi. Kollektiv şəkil və video çəkdiyim Meksika qruplarına çox maraqlı keçdi və nəticə bilinmir haçan açıqlanacaqsa. Bu qədər mini vlogu sonuna çatdıq. Hələlik.